Şah İsmayıla qarşı müharibə olunub. Yəni Şah İsmayılı 1514-cü ilə görə qınamaq ağa qara demək kimi bir şeydir. Çünki aqressor Şah İsmayıl olmuyor. Yəni Şah İsmayıl Osmanlıya hücum eləməyib ki, biz deyək ki, bu Şah İsmayılın səhvidir. Osmanlı gəlib girib Səfəvi dövlətinin 1000 kilometr içərisinə. Şah İsmayıl gedib Ankarada Əmir Teymur kimi Ankaraya hücum eləsəydi, deyərdi ki, Şah İsmayıl ehtiyac yox idi Şah İsmayılın Ankaraya hücum etməsinə. Məsələ ondadır ki, Şah İsmayıl Ankaraya hücum eləməyib. Heç Ərzuruma da hücum eləməyib. Tam əksinə Osmanlı Sultanı Avropa ilə sülh müqaviləsi bağlayır, topun topxanasını götürür, 1000 kilometr gəlir, girir Azərbaycanın içinə, Səfəvi dövlətinin içinə. Səfəvilər müdafiə olunan tərəf olub. Nadir Şah Əfşar da müdafiə olunan tərəf olub. Yəni, müdafiə olunmaqda qınanmaq biraz uyğunsuzdur.